öncə hər kəsi salamlayıram. Mən psixoloq, psixoterapevt Mikə Cəbrayılova. Bu gün ilk podkastımı qeydə alıram. Ümid edirəm ki, bu dinləyənlər üçün fayda verəcək, mənim üçün isə uğurlu bir başlanğıc olar. Bu kanalda podkast etməkdə hədəfim psixologiyanı, gündəlik yaşamda qarşılaşdığımız problemləri, bəzən izah edə bilmədiyimiz düşüncə və duyğuları asan formada sözlərə tökməkdir. Akademik tərəfi özündə saxlayaraq, psixologiyanı biraz daha bədii formada sizlərə çatdırmaq. Elə isə daha da uzatmadan bugün danışmaq istədiyim mövzuya keçid alaq. Psixoloqa getmək dəlilikdir. İlk podkastda nə danışmalıyam deyə çox düşündüm əslində. Başqa fikirlərim var idi. Lakin düşündüm ki, cəmiyyətin düşüncə qəliblərini qıracaq bir mövzuda danışmaq istəyirəm. Bəs doğrudan da görəsən psixoloqa yalnız dəlilərmi müraciət edir? Ümumiyyətlə dəli nədir? Biz psixologiyada bu sözü istifadə etməyə üstünlük vermirik. Kimisə bu və başqa formada etiketləmənin doğru olmadığını vurğulayırıq. Bunun əvəzinə mən psixoloji narahatlıqlara sahib şəxs sözünə üstünlük verirəm. Həyatımızın müəyyən dönəmlərində hər birimiz psixoloji olaraq rahat hiss etmədiyimiz situasiyaların içində özümüzü tapmışıq. Bunlar heç də hər zaman düşünülən qədər rahat olmur. Bu dönəmlərdə psixoloqa müraciət etmək hər bir fərdin təbii haqqıdır. Bu mövzu açılanda tez-tez indi deyəcəyim bənzətmədən istifadə etməyi sevirəm. Siz heç diş həkimi növbəsində gözləyən insanlara baxıb, onun yəqin bütün dişləri çürükdür deyə düşünmüsünüz? Eynisi psixoloqa müraciət edən biri üçün də keçərlidir. Psixoloqa müraciət etmək üçün psixoloji vəziyyətimiz darmadağın olmalıdır deyə bir şey yoxdur. Buna görə də psixoloqa və ya bu psixiatr da ola bilər, müraciət edən şəxsə heç də müəyyən etiketlər yapışdıra bilmərik. Gələk etiketləmə məsələsinə. Müasir dövrün ən böyük problemlərindən biridir bəlkə də. Hər kəs hər şeyə bir ad qoymaq istəyir. O narsistdir, filan kəs manipulyatordur və s. və ilaxır. Tam bu etiketləmələrin ucbatından insanlar bəzən yardım istəməkdən belə çəkinə bilirlər. Bütün bunların fonunda bir şey dayanır. Cəmiyyətdən təcrid olma qorxusu. Çünki insanın aid olma ehtiyacı var və bu etiketlərlə şəxs cəmiyyətdən, hər kəsin bir parçası olmaq istədiyi dırnaq içində olan normal toplumdan uzaqlaşma təhlükəsi ilə üzə gəlir. Burada bir fenomendən bəhs etmək istəyirəm. Self-fulfilling prophecy. Özünü reallaşdıran kəhanət. Nə deməkdir bu? Özünü reallaşdıran kəhanət insanın vəziyyəti və ya nəticəni öncədən təxmin etməsi və bu gözlənti əsasında fərqində olaraq və ya olmayaraq elə davranması nəticəsində o gözləntinin doğrudan da yaşanmasıdır. Bəs bu necə formalaşır deyə soruşsanız, məsələn, tələbə tənbəl, uğursuz və s. kimi etiketlərə o qədər məruz qalır ki, bir müddət sonra bu etiketləri özünkiləşdirir və davamlı olaraq özünü uğursuz olacağı bir situasiyanı gözləyir. Bu gözlənti həmin tələbənin düşüncə və davranışlarına təsir edir. Motivasiyası düşür, dərs oxuma istəyi azalır, fokuslanması çətinləşir. Bundan sonra davranışlar təxmin olunan nəticəni ortaya çıxarır. Həmin bu tələbə bu etiketləmənin yaratdığı düşüncəyə əsasən yetəri qədər çalışmır və imtahan nəticəsi pis gəlir. Nəticədə gözlənti doğrulanır. Bax, doğrudan da uğursuz oldum. Eynən etiketləmə həyatımızda belə rol oynayır. Tez-tez günlük həyatda sosial mediada qarşımıza çıxan narsist, bipolyar, depressiv və s. kimi etiketlər hər birimizə bu situasiyaya düşməyə səbəb ola bilər.
Sırf buna görə etiketlənmənin nə dərəcədə vacib olduğunu vurğulamağa özümə borc bilirəm. Bəs həqiqətən kimlər psixoloqa gedir? Təşviş, depressiya, münasibətlərdə problemlər, gündəlik həyatda baş verən çətinliklər, özgüvən kimi bir çox problemlər var, hansı ki, hər kəs buna görə psixoloqa müraciət edə bilər. Bu daha ağır və ya daha yüngül məsələlər də ola bilər. Heç fərq etməz. Lakin psixoloq hər zaman problem həll etmək üçün müraciət edilən ünvan deyil. Eyni zamanda özünü tanımaq, yaşam keyfiyyətini artırmaq və inkişaf kimi məsələlər üçün də psixoloqa müraciət edilə bilər. Özümüzdə gördüyümüz və dəyişmək, bəlkə də inkişaf etdirmək istədiyimiz hər hansı bir məsələ ilə bağlı psixoloqa müraciət edə bilərik. Gəlin bayaq dediyim diş həkimi misalının üzərindən gedək. Bəzən diş həkiminə getmək üçün mütləq ki, hansısa dişimizin çürük olması lazım olmur. Və yaxud da hansısa dişimizin ağrıması. Diş daşlarını təmizləmək üçün, bəzən dişlərin rəngini açmaq üçün və başqa səbəblərdən müraciət edə bilirik. Eynisi tam da psixoterapiya üçün keçərlidir. Sağlam fərdlərin də davamlı terapiya alması qədər normal heç nə yoxdur. Terapiya almaq, kömək istəmək heç də zəiflik deyil. Tez-tez bu ifadələrlə qarşılaşıram. Hər kəs özünün psixoloqu olmalıdır. Öz problemini özün həll eləməlisən. Psixoloqa gedib pul verməkdənsə özünə yeni nəsə al. Ya da səyahətə get, düzələcəksən. Və sair kimi bir çox düşüncələr. Mənə hər zaman maraqlı olub, görəsən həmin şəxslər böyrəyim davamlı ağrıyır deyən birinə də səyahətə çıx düzələcək deyirlərmi? Əgər demirlərsə, ruhun ağrısını niyə bu qədər cılızlaşdırırlar? Burada qeyd etmək istəyirəm ki, kömək istəmək çöküş mənasına gəlmir. Əslində, bu yardıma müraciət edə bilmə cəsarətinin göstəricisidir. Psixoloji sağlamlıq da fiziki sağlamlıq qədər təbii bir sahədir. Psixoloqa müraciət etmək nələrisə səhv etdiyiniz mənasına gəlmir. Daha yaxşısı olmaq, bəlkə də daha yaxşısını etmək istəmək mənasına gəlir. Psixoloqa müraciət etmək nə dəlilikdir, nə də zəiflik. Əslində, güclü və fərqindəliyi yüksək olmaq deməkdir çox zaman. Harada, nə zaman və kimdən yardım istəyəcəyinin fərqində olmaqda. Hər birimiz zaman-zaman köməyə ehtiyac duyuruq. Bu köməyi tam formada ala biləcəyimiz şəxslərə müraciət etmək önəmlidir. Yaxşılaşmaq və ya sağalmaq, adını nə deyirsinizsə deyin, sizin ən təbii haqqınızdır. Öz layiq olduğunuzu özünüzdən əsirgəməyin. Sevgi ilə qalın.